Müqəddəs həcc ziyarətini yerinə yetirən azərbaycanlı zəvvarlar gecə saatlarında böyük mənəvi həyəcan və dualarla Ərəfat bölgəsinə çatıblar. İslam dünyasının ən müqəddəs məkanlarından sayılan Ərəfatda zəvvarlar bu günü ibadət, dua və Allahdan bağışlanma diləməklə keçirirlər. Minlərlə insanın eyni niyyət və eyni inam ətrafında toplandığı bu müqəddəs məkanda duyğulu anlar yaşanır. Zəvvarlar axşam azanından sonra həccin vacib mərhələlərindən biri olan Müzdəlifəyə yollanacaqlar. Onlar gecəni burada keçirəcək. Səhər isə şeytana daş atma mərasimi üçün daş toplayacaqlar. Qeyd edək ki, bu il azərbaycanlı zəvvarlar üçün 1150 nəfərlik kvota ayrılıb.